Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Deməli, həmişəki kimi yenə də maraqlı bir video sizi gözləyir. Uşaqlar, bu günləri valyuta funt dollarda trade eləyəcəyik və burada biz 3 dəqiqəlik əməliyyatlar açacağıq, hansı ki, Binary-də trade eləyirik. Millət, həmin bu brokerin linki aşağıda saxlanılıb. Bütün rəsmi linklər aşağıda, müraciətlər hamısı Instagrama eləyə bilərsiniz. Əgər dostum abunə olmamısansa abunə ol, çünki bizdə real pul yarışları keçirilir və sən də həmin bu yarışlarda iştirak eləyərək bizdən pul mükafatları əldə edə bilərsən. Bu videonun altında şərh yazaraq sən də gələn videoda qalib ola bilərsən və bizdən mükafat ala bilərsən. Hər 6-cı gün paylaşılan videoda bizdə qalib elan olunur. Vəsə. Hər həftə bizdən qalib öz keşini aparır. Görək millət, yaxşı bir situasiya var. Sıra situasiyanı görən kimi istədim əməliyyata keçid alaq. Başlayacağıq biz 50 dollarla. Düzdür, money management'a uyğun deyil. Yeni başlayanlar, sizin 2000 dollarınız varsa millət, siz ilk əməliyyatı maksimum 20 dollarla aça bilərsiniz. 10 dollarla açsaz daha yaxşıdır. Yəni belə deyim sizə. Vəsə, bizim burada risksiz əməliyyatlarımız var. Hal-hazırda mən bunlardan istifadə eləmirəm. Yəni hal-hazırda bunlardan istifadə eləmək istəmirəm. Çünki bir dənə də olsun, ondan sonra istifadə eləyəcəm. Yəni hələ ki ehtiyac duymuram bunlara. Vəsə, biz görürük ki, uşaqlar, burada belə bir sahə var. Gəlin belə eləyək. Götürək horizontal xəttimizi o saat ataq buradan. Götürək buralardan elə, ataq öz horizontal xəttimizi, çünki burada bir zona var. Deməli, biz kənara baxsaq, 33, 234. Bu zonada bizdə bir zona var, hansı ki, qiymət hər dəfə gəlir, toxunur və aşağı gedir. Millət, videonu bəyənirik, çünki siz videonu bəyəndikdə mən sizin üçün çoxlu təlim videoları paylaşacağam. Yəni, akademiyada olanlar əldə eləyirlər, qoy burada olanlar da nəsə öyrənə bilsinlər. Problem yoxdur. Akademiya sonradan gələr, daha çox öyrənər. Vəsə, baxırıq millət, baxın. Burada bizdə belə bir koridor var. Görürsünüz, belə bir koridorda bizdə neçə dəfə biz görürük ki, qiymət buralara dəyib və buradan yuxarı reaksiya verib. Yəni, bizdə burada güclü bir zona var. Hal-hazırda görürük ki, qiymət yuxarı doğru gedir və biz istəyirik buradan short əməliyyat, aşağı əməliyyatlar açaq və bir neçə setapa bölək. Yəni, necə setapa? Uşaqlar, birinci əməliyyat 50, ikinci əməliyyat 100, üçüncü əməliyyat 200, belə bir setapa böləcək. Çünki uşaqlar, burada bir neçə zona var və bu qiymət belə yuxarı gedə bilər. Hal-hazırda mən gözləyirəm ki, burada biraz yüngül bir bərkimə olsun və buradan biz aşağı əməliyyat açaq. Bizdə hal-hazırda 5 dəqiqəlik şamlardadır. Keçirik biz 1 dəqiqəlik şama. Çünki 3 dəqiqəlik əməliyyat açacağıq və biz burada ikinci təpənin qurulduğunu görürük. Görürsünüzmü uşaqlar? Bilmirəm, baxın. Biz burada belə bir M patterninin düzəldiyini görürük və 50 dollar o saat mən əməliyyatı aşağı açıram. Enable. Açdım aşağı. Əməliyyatımızı aşağı açdıq və öz profitimizi gözləyirik. Millət, deməli bizdə burada 50 dollar yatırım olunub və əməliyyat doğru olarsa 41 dollar Azərbaycan pulu ilə gəlir əldə eləyəcəyik. Yəni 3 dəqiqə ərzində. Всего 3 dəqiqə. Baxırıq və görürük. 2 dəfə toxunuş var. Hara getdin sən? Hara getdin? Millət, gələn aydan bizdə promokodlar başlayacaq. Promokodlarımız da olacaq, hansı ki bonus əldə eləyə biləcəyik depozitlərimizə. Səbirli olmaq lazımdır millət. Ümumiyyətlə səbir lazımdır. Səbir hər bir yerdə. Forex, futures, bilmirəm, bura hər yerdə səbir lazımdır uşaqlar və siz səbirli olmalısınız. Açaq əməliyyatımızı, deyəsən mən özüm bu dəqiqə səbirsizliklə gözləyirəm ki, bizim əməliyyatımız nə vaxt bağlanacaq uşaqlar. Deməli, burada biz 3 dəqiqə əməliyyat açmışıq və bizim hal-hazırda əməliyyatımızın bağlanmağına 1 dəqiqə 41 saniyə qalır və bizə arada burada qırmızı bir close trade bağla deyə bir şey çıxır və sizə deyir ki, orada məsəl üçün 50 sent götürüb gedə bilərsən və yaxud da ki, bax, indi plusdasan, vaxtı az qalmış, sənə deyə bilər ki, məsəl üçün filan qədər götürüb gedə bilərsən. Artıq görəndə ki, sizin əməliyyatınız plusa gedir və o başlayır sizə təkliflər eləməyə ki, siz əməliyyatdan tez çıxasınız, bu broker özü çox itirməsin. Burada da sizin səbirli olmanızdan irəli gəlir millət. Sadəcə belə bir şey var. Arada səbirli olanda bir də görürsünüz, mənə yazanlar olur uşaqlar. Deyir, müəllim, bəs səbirli oldum, qiymət geri qayıtdı, mənə stop elədi və yaxud da ki, Binary-də açdım, qiymət geri qayıtdı və mən pulumu itirdim. Uşaqlar olur, bu həyatdır, burada hər şey fraktaldır, hər şey həmişə eyni istiqamətə gedə bilməz. Ona görə arada uğursuz əməliyyatlar da olacaq. Yəni, bu normal bir haldır, bunu normal qəbul eləmək lazımdır. Sadəcə belə eləyin də, özünüzə psixoloji olaraq qəbul eləyin ki, bu prosesin bir hissəsidir. Yəni, təbiətdə
hər şeyin nəyinsə əmələ gəlməsi üçün nəsə gedir. Yəni burada belədir uşaqlar. Baxırıq biz hal-hazırda 13 saniyəmiz qalır 41 dollara. 10 saniyə bizi ayırır 41 dollardan. Görək uşaqlar, çox maraqlı bir situasiyadır və 5 saniyə. Oyda burada saniyələr nə qəşəng göstərir. Qəşəng obnovleniya. Bəli, vəsə. Birinci əməliyyatımız plusla bağlandı. 41 dollar əldə elədik uşaqlar. 41 dollar əldə elədik. Mən istəyərdim ki, buradan yenə də mən əməliyyat açım aşağı. Çünki uşaqlar, mən düşünürəm ki, gələcəyik biz aşağı. Çünki urovni po Fibonacci biz baxsaq, hətta bu bizdə 1 dəqiqəlikdir. Gəlin biz bunu 5 dəqiqəliyə çevirək. 5 dəqiqəlik. 5 dəqiqəlikdə biz görürük ki, millət 5 dəqiqəlikdə ən gözəl bir situasiya nə ola bilər? Bizim hal-hazırda saat neçədir bizdə? Baxaq, saata 23. Deməli 2 dəqiqədən sonra bizdə 5 dəqiqəlik şam açılır. 2 dəqiqədən sonra 5 dəqiqəlik şam açılır və həmən bu 5 dəqiqəlik şam, baxın bu yenə də deyirəm sizə uşaqlar, həmən bu 5 dəqiqəlik şam bizdə gəlib bundan aşağıda bağlanmalıdır. Məsəl üçün gəlin belə göstərim mən sizə. Bizim bu şamımız uşaqlar gəlib burada, hardasa, qıcata burada bağlanmalıdır və bizim bu şamdan aşağıda olmalıdır. Aydın olurmu sizə? Və belə olduqda millət biz artıq 1 dəqiqəlik time frame-ə keçib, qıcata belə bir korreksiyadan yenə də aşağı şortu gözləyə bilərik. Aydın olurmu sizə? Yəni burada belə bu şam bunu yeməlidir. Yəni sadə bir üsul. Yəni bu şam hətta belə elə olur ki, məsəl üçün bu şam gəlir, hətta bax belə bir şey də ola bilir. Birbaşa impulslar olduğu momentlərdə hal-hazırda biz açdığımız yerdə elə heç dəbərməmişik oradan. Neçə dəqiqəlik? 5 dəqiqəlik idi. Keçirik biz yenə də 1 dəqiqəliyə daha obyektiv görmək üçün. Aha. Görürük ki, biz 1 dəqiqəlikdə, burada order block və yaxud da ki FVG nə deyə bilərsiniz? Yəni gəlib buranı doldurmağa və düşünürəm ki, buradan aşağı gedəcək. Yuxarı qırılma olarsa millət, vəsə, biz artıq burada əməliyyatı dayandırmalıyıq. Çünki qoy qırılsın, geçsin yuxarı və yuxarıda nə baş verəcəksə bu qrafik niyə belə olur? Yaxşı, mən bunu bir dənə böyüdüm. Vəsə. Bu qrafik niyə belə olur? Vəsə, yaxşıdır. Biz yuxarı getdik. Gördünüzmü? İndi biz getdik 3-cü təpəni çizməyə. Yəni 3-cü təpəyə gedir. Hal-hazırda burada heç bir əməliyyat açmaq olmaz millət. Çünki yuxarı biz qırıla bilərik. 5 saniyəliyə baxaq. Daha dəqiq baxmaq üçün. Nə qədər vaxtımıza qalıb? 39 saniyə millət. 15 saniyəli nəyə görə girdim? 15 saniyəli ona görə girdim ki, çünki biz balaca time frame-də açdığımız üçün mən bura girdim və görürəm ki, 3-cü təpə əmələ gəlib burada. Görürsünüzmü? Yəni, deyirəm sizə, uşaqlar, bütün şamlar fraktalnidir. Yəni, bütün time frame-lər fraktalnidir. Bu situasiya H4-də də olur, D1-də də olur, H1-də də olur, fərqi yoxdur. Sadəcə, baxır şamın müddətinə. Aydın olurmu sizə? Burada şamın müddəti azdır. Məsəl üçün, 15 saniyədir. H1-də 1 saatdır. Aydın olurmu sizə? Uşaqlar, çox əla bir əməliyyatlarımız oldu bizim. Neçə dənə? Deməli, bizdə 2 dənə əməliyyat olub. İkisi də 41 dollardan, ikisi 82 dollar pul qazanmışıq. Düzdür? Nə qədər vaxt ərzində? Demək olar ki, bir 10 dəqiqə ərzində. Gəlin buradan biz bir dənə də əməliyyat açaq aşağı 50 dollar həcmində. Millət, diqqətli olun. Baxın, görürsünüzmü? Mən 50 dollarla davam edirəm. Artırmıram. Aydın olurmu? Niyə artırmıram? Çünki plusa gedirəm. Yəni mən gəlir əldə eləmişəm. Mən niyə artırmalıyam bunu? Mən bunu artırmıram. Çünki strateji o deyil. Bəli, anti-martingale-la siz trade eləsəz, siz deyəndir. Anti-martingale-da qazancı birbaşa qoyurlar o birisi əməliyyata. Yatırım eləyirlər. Yəni qazancı birbaşa yatırırlar o birisi əməliyyata. Belə-belə pluslar nə qədərdirsə, prosta orada bir dənə bir şey var ki, yəni siz o saat bir dənə minusavoy əməliyyatda bütün əldə elədiklərinizi itirirsiniz. Yəni belə şey olmaz. Bu yaxşı bir strategiya deyil. Məncə daha yaxşısı martingale və yaxud da ki dagondan ağıllı bir surətdə istifadə eləyəsiniz və gəlir əldə eləyəsiniz. Vəsə açmışıq, görürük ki biz burada bizdə sahədən aşağıda bağlanıb və burada belə bir blok var bizdə. Yəni bu blokdan biz aşağı gedişat gözləyirik. Fibonacci-ni biz buradan bura gətirsək, indi mən bilmirəm burada Fibonacci varmı? Olmalıydı burada da Fibonacci, amma Add More Tools, Fibonacci Levels. Misal üçün bunun dibi hardadır? Gəlin dib olaraq buranı götürək.
Nəyə görə buranı götürürəm? Çünki millət burada bağlanma var, düzdür. Tam olaraq burada olmaya bilər. Çünki burada biraz tam olaraq yuxarı gedir qiymət, long gedir. Ona görə burada biz korreksiya üçün girmişik. Biz görürük ki, 0.5 sahələrindən gəlib korreksiyanı verib yuxarı 618-lərə gəlməyini mən gözləyirəm. Yəni 618-lərə və buralara gəlməyini gözləyirəm. Ona görə mən buradan aşağı əməliyyat açmışam. Yuxarı gedərsə heç bir şey deyil. Gedəcək 236 sahələrindən yenə də bir aşağı əməliyyat götürmək olar. Yuxarı sahələrdən də götürmək olar. Sadəcə millət burada qiymət long gedir və məncə davam eləməmək daha yaxşı olar. Əgər buradan yuxarı gedərsə, vəssalam, məncə əməliyyatı dayandırmaq daha yaxşıdır. Kim davam eləməkdənsə, aydın olurmu sizə? Yəni buradan yuxarı getdisə, mən bunun dala qayıtmağına o qədər də inanmayacağam. Çünki 3 dəfə vuruşdan sonra gəldi, bu sahəndə qırdı və yuxarı qalxdısa, deməli bu hansısa bir anomaliyadır və qiymət artıq yuxarı gedir. Yəni mənasızdır ona dalbadal tapit eləmək. Burada bu setup işləməlidir. İşləmədisə, vəsyo, bu əməliyyat uğursuz olacaq. İşlədisə bu əməliyyat uğurlu olacaq və biz gəlir əldə eləyəcəyik. 6 saniyəmiz qalır və çox gözəl bir situasiyanın şahidiyik və uşaqlar bizdə plus. Vəsyo plus. Əla. 3 dənə əməliyyat. Çox əla 3 dənə əməliyyat, millət 3 dənə əməliyyatımızı yerinə getirdik və biz görürük ki, idealni bir setup işə yaradı və biz plusumuzu götürdük. 3 dənə əməliyyat $150. Biz burada investisiya elədik. Hər etapda $50, $50, $50 görə bilərsiniz. Həmən setupları patternlərlə işləyirik. Hal-hazırda ensiklopediya yaradılır bizim akademiya üçün. Akademiyada olaraq ensiklopediyanı pulsuz əldə edə biləcəksən dostum. Akademiyada olsan əgər, akademiya haqqında məlumat üçün videomuz da var. Keçid alıb baxa bilərsən, məlumat ala bilərsən və qoşula bilərsən bizə. Bütün linklər, rəsmi linklər aşağıda. Belə bir əməliyyatlar 3 dənə uşaqlar. 41, 41, 82, bu da 41. Nə qədər elədi? Yazarsınız orada nə qədər elədi. Karoçi. Mənim üçün o qədər də maraqlı deyil, çünki mənim 3 dənə əməliyyatım olub uşaqlar və mən 3 dənə profit götürmüşəm. Vəsyo. Burada heç bir artırmalar olmayıb, çünki minusa getməmişik. Bəs eləyir uşaqlar. Buradan bu qədər, Forex-dən də yetəri qədər var. Vəssalam uşaqlar, hərəsindən az-az götürürsünüz və öz həyatınızı yaşayırsınız. Hamınıza bolca cash, nə müraciətiniz varsa Instagramda eləyə bilərsiniz. Hələlik uşaqlar, görüşənədək.